eyni dəyəri verir. Onlar bizim gözümüzdə eynidir. Buyurun, Nurəddin Fətullayevin bacısı Aydən Fətullayeva. Salamlayıram. Biz də Cəbrayıl Tarix Diyarşünaslıq Muzeyi olaraq silsilə şəkildə tədbirlərimizi keçiririk və əlbəttə ki, bizim tədbirlərimizin ilk öncəsi şəhidlərimiz, qazilərimiz, mən bütün şəhid analarının qarşısında baş əyirəm. 30 ildir mənim də qardaşım şəhid olmuşdur və 44 günlük müharibənin cəngavərləri bizim 30 illik qəbir həsrətimizi, məzar həsrətimizi, Qarabağ həsrətimizi onlar sona yetirdi. Cəbrayıl Tarix Diyarşünaslıq Muzeyi işğal olunmuş rayonlar arasında yeganə muzeydir ki, öz eksponatlarının çox hissəsinin, yəni 18 minə qədər eksponatımız bizim işğaldan xilas olunub. 30 ildir ki, biz Bakı şəhərində İstiqlal Muzeyində fəaliyyət göstəririk və bizim də silsilə tədbirlərimizdən şəhidlərimizin anım tədbirləri, onların doğum günlərinə həsr olmuş tədbirlərimiz hər zaman biz bunları öz borcumuz olaraq edirik. Bugün mən burada çox qürurla iştirak edirəm. Çünki hələ biz orta məktəbdə oxuyanda rahibin qəhrəmanlığı bütün Azərbaycan televiziya telekanallarında göstərilirdi. Doğrudan da rahibin şücaəti o zamanlardan məni, yəni biz o vaxt orta məktəbdə oxuyurduq. Bir neçə dəfədə televiziyada onun haqqında danışılmışdı. Mən bilməzdim ki, bir zaman keçər, Rahib Məmmədovun qardaşı ilə mən həmkar olaram və bugün rahibin tədbirində iştirak edərəm. Rahib də 19 yaşında şəhid olmuşdur. Demək olar ki, ömrünün ən gözəl çağında. O vaxt Sovetlər ölkəsi idi, Azərbaycan, Gürcüstan, bir də mənfurlar Zaqafqaziya Respublikası adlanırdı və bizim oğullarımız o zaman həmin respublikalarda hərbi xidmətdə olurdu. Və rahib də öz hərbi xidmətini uğurla və qəhrəmanlıqla və Sahib müəllimin də qeyd etdiyi kimi, deməli, o mənfurların o vaxtdan elə xainlikləri var idi ki, onlar çox insanı xilas olunmasına baxmayaraq az sayda hesabat verdilər. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlıq, Allah sizlərə uzun ömrü can sağlığı versin. Sizlər bizə, mən hər zaman tədbirlərimizə də vurğulayıram ki, qazilərimiz şəhidlərimizin bizə olan əmanətidir. Mən sizin hər birinizin qarşısında baş əyirəm. Şəhid analarına baş əyirəm qarşınızda. Mənim anam da şəhid anasıdır. Mən anamı qardaşımın məzarına aparanda o hissi ancaq yaşamaq lazımdır ki, 30 illik qəbir həsrətində qovrulan anam necə o torpağa üzr istəyirəm, iməkliyə getdi qardaşımın yanına. Mən bir daha 44 günlük müharibənin qəhrəman oğullarının, analarının qarşısında baş əyirəm. Çünki onlar 30 illik həsrətə son qoydular. Anlatalım, siz fəxr edin ki, dünənə qədər elçin sizin övladınız idi. Bugün bütün Azərbaycan fəxr edir elçinlərlə, aqillərlə, əllərlə, elvinlərlə. Bizim rayondan bir evin bir tək çırağı Emin şəhid olubdur. Ondan başqa ananın heç kimi yoxdur. Bugün ana ancaq bizlərlə, onu yaşadan insanlarla qürur duyur. Biz bugün rahib kimi oğullarımızı, qardaşlarımızı unutmayaq ki, gələcək nəsil də bizə vaxt unutmasın. Mən bu kitabxananın müdiriyyətinə və məni dəvət etdiyim üçün Sahib müəllimə, sizlərə təşəkkür edirəm. Çox sağ olun. Nə qədər ki, biz onları unutmayacaq, tarix deməli yaşayacaq. Çox sağ olun.